Hoş gördük dostlar sizi kanalımda. Hər vaxt xeyir olsun. Günləri Dünya Çempionatının seçmə mərhələsində Bulqaristan Türkiyə oyundayıq. İlk hissəni çəkə bilmədim videosunun. Biraz işlərim vardı, ona görə çəkə bilmədim. İlk hissədə 1-1 olub. 11-ci dəqiqədə Arda Güler, 13-cü dəqiqədə Krikov vurub Bulqaristanda. Oyunu bilmirəm necə oynayıblar birinci hissəni Türkiyə. İkinci hissəyə çata bilmişəm. İkinci hissəni çəkirəm. Oyun ikinci hissədə başlayıb keçək oyuna. Oyuna keçməmişdən qabaq dostlar kanalıma abunə olmağı, videolarımı bəyənməyi, izləməyi, şərh yazmağı unutmayın. Əgər videolarımı bəyənirsinizsə takip edəsiniz. Keçək oyuna dostlar. Savunma arkasına uzun bir top şimdi. Kenan orada. Haydi Kenan kaleye doğru. Gol! Gol öz qapısına. 2-1 öz qapısına attı Bulqaristan. Oyunun 49-cu dəqiqəsi. 2-1. 2-1 qəşəng. Öz qapısına attı, qapısının başının üstündən attı ama. 2-1. 1-2. Bulqaristan 1, Türkiyə 2. Birinci hissəni yenədən çəkə bilməmişdim. Birinci hissə bilmirəm Türkiyə necə oynadı. İkinci hissədə Türkiyə pis başlamır, yaxşı başlayıb. Birinci hissəni bilmədiyimə görə belə deyirəm. Burada da Kenan Yıldız gedirdi topla, amma Bulqaristan onun üçün pas ya çölə atmaq istədi, pas verməsə öz qapısının başının üstündən getdi qol. Avtogol 2-1. Qəşəng. Əla. Qəşəng vur da Kenanda. Vur qol. Qəşəng, çox gözəl pas. Çox əla pas verdi. Dalbadal arda qollar. 3-1. Əla. 3-1. Amma çox qəşəng pas verdi. Kim idi orada Kenana pası verən? Çox öyle bir rahat pas verdi. Ya oyuncular Bulqaristan müdafiəsi çaşdı qaldı, qabağı boş qaldı, vurdu Kenan. Kenanın da qiyməti qalxıb olub 75 milyon. Juventus bonservis bədəlini də qaldırıb onu 75 milyona. Baxaq hala. Arda çox qəşəng pas verdi Arda ya. Yəni elə gözlənməyən yerdə pas verdi. Müdafiə burada baxaq hala. Burada offside. Qəşəng, əla. 3-1. Bax, Türkiyə millisi yaxşı oynayır. Birinci hissəni bilmədiyimə görə, ikinci hissəni həqiqətən çox yaxşı başlayıblar. Kenan Yıldız da yaxşı oyuncudur. Türkiyə millisinin sırf santraforu olmadığına görə qabaqda Kerem Aktürkoğlu oynayır. Barış Alper Yılmaz qırmızı kart almışdı keçən oyunda. Qırmızı kart aldığına görə yoxdur həyətdə. Qapıda Oğuzhan'dır, Qalatasarayın qapısı. Əslində götürəndə Türkiyənin çox yaxşı var. Yəni bu jenerasyonu yaxşıdır. Yaxşı oyuncuları var, amma biraz elə bil ki, nəsə məsələn Hakan Çalhanoğlu Inter'də oynadığı oyunu bu millidə oynaya bilmir. Kenan Yıldız elə Juventus'ta oynadığı oyunu burada da oynaya bilmir. Nəsə bunların oyuncuların arasında biraz var da, türklər demiş ki, uyuşmazlıq var. Nəsə bir-birlərini yaxşı başa düşmür. Amma yenə də yaxşı heyəti var. Biraz özlərini tanısalar, bir-birlərinin oyununu göstərsələr, lap yaxşı olar Türkiyə millisi. Kenan! 4-1. Kenan yaxşı oynayır bax. Biraz dedim ki millidə oynaya bilmir, Juventus'ta oynadığı oyunu oynaya bilmir, amma çox qəşəng keçdi, əla da vurdu topa. Kenan Yıldız halal olsun valla. Əla oynadı Kenan, halal olsun Kenan. Bax topu da qəşəng saxladı. Burada offside yoxdur görəsən. Topu da qəşəng, pas da qəşəngdir şeydən. Hakanın pası da qəşəngdir Çalhanoğlu'nun. Topu saxlamağı əla. Oyuncunu keçməyə əla. Topu sağ küncə göndərməyi lap süper. Qəşəng topu da fırlatdı. Halal olsun. 4-1. İkinci hissə dəhşət başlayıb Türkiyə. Halal olsun. Kenan Yıldız.
Şey deyirlər də Kenana gedə, Juventusda. Juventusun Del Piero'su. Del Piero bir Del Piero ola bilməz. Yaxşı oyunçudur, amma Del Piero olmağına çox var, cavandır. Bəlkə də, amma Del Piero'ya hələ çox var. Del Piero bir əfsanədir. Bizim ilerideki oyuncularım. Arda yaptı ortayı. Kafa gol. Gol. 5-1. Zeki Çelik. 5-1. Bulgaristan şey oldu təmiz. Təmiz bıraktılar oyunu. 66 dəqiqədir. 5-1. Qəşəng, rahat. 3 gün sonra Gürcüstandan oyunu var Türkiyə millisinin. Türkiyədə. O oyuna rahat getmək üçün, yəni o oyunu belə moralli çıxmaq üçün bu yaxşıdır. Bu qələbə yaxşıdır, özə böyük hesablı qələbə. Çünki Türkiyənin bu dəqiqə İspaniyadan başqa, yəni İspaniya ilə bu qrupda heç kim rəqabət apara bilməz. İspaniya baxırdım Gürcüstanı da udurdu. Yəni İspaniya İspaniyadır. Birinci yerdə İspaniya gedəcək. Böyük ehtimalla 100% İspaniyadır birinci yerdə gedəcək, dünya çempionatına gedəcək. İkinci yer bunların arasında vacibdir. Gürcüstanla Türkiyə arasında. İkinci yeri tutan ölkə şey oynayacaq. Dünya çempionatına getmək üçün play-off oynayacaqlar. Ona görə ikinci yer lazımdır Türkiyəyə. Həm ikinci yer lazımdır, həm də ikinci yerdə yaxşı nəticə ilə çıxmaq lazımdır ikinci yerdən. Ona görə də ki, bu oyunda qələbə qazanır, Gürcüstanın qabağına keçəcək ikinci yerə. Deyəsən 6 xal olacaq da bu qələbə. 3 dənə oynayırlar, bir dənəsini məğlub olurlar, ikisini qələbə qazanırlar. Gürcüstanı məğlub edirlər bir dənə birinci oyunda. Türkiyədəki oyunda da ki, Gürcüstanın əsas rəqibi Gürcüstandır. Gürcüstanı da orada məğlub etsələr, demək olar ki, ikinci yerlə play-offda hansısa klubla düşəcək. Onu da keçsə dünya çempionatına gedəcək. 2026 dünya çempionatına. 6-cı qol üçün gəlirlər. İrfan. Ona görə ki, bu qələbə, böyük hesablı qələbə çox vacibdir Türkiyəyə ki, ora özgüvənli çıxmaq. Can Uzun girəcək, Can Uzun. Dostlar, oyun bitdi. Türkiyə 5-1 qələbə qazandı Bulgaristan qarşısında. Birinci hissəyə denədən baxmadığıma görə necə oynadığını bilmirəm. Amma ikinci hissəni çox yaxşı oynadı. 5-1 rahat qələbə. Bulgaristan oyun oynaya bilmir. Əvvəlki Bulgaristan deyil. Türkiyə tarixdə ilk dəfə Bulgaristan üzərində qələbə qazandı. Onda 5-1. Kenan Yıldız çox qəşəng oyun oynadı. Türkiyə ümumiyyətcə qəşəng heyəti var. Yaxşı da oyun oynadılar. Yaxşı da qələbə qazandılar. 3 gün sonra Gürcüstanla Türkiyədə oyunu var. 3 gün sonra Gürcüstanla oyunu var Türkiyənin. Türkiyədə orada da qələbə qazansa demək olar ki, play-offu garantiləyəcək. Təbrik edirəm Türkiyəli qardaşlar, türkləri təbrik edirəm qələbəyə görə, rahat qələbəyə görə. İnşallah Gürcüstanla oyunda da belə oyununu oynasa, qələbə qazanıb play-offa çıxacaq. Burada yekunlaşdıraq videomuzu dostlar. Videolarımı bəyənirsinizsə əgər, takip etməyi, videolara şərh yazmağı, videolarımı izləməyi unutmayın dostlar. Sağ olun, özünüzə müğayət olun.